bu avtomobil istər yük, istər sərnişin olsun, bugün Azərbaycan bazarında ən aşağı qiymətə təklif olunan maşındır. Sürüş keyfi olsun, idarəetmə olsun, bu avtomobil çox rahat bir avtomobildir. Mühərrik benzinli mühərrikdir. Qazdan işləyən mühərrik var, elektrik mühərrik var. Hal-hazırda yanımda gördüyünüz avtomobil elə elektrikdir. 585 kilometrdir. 84 kilovat akkumulyator var. Yəni normalda bu avtomobil yetərincə uzun yola gedə bilir elektriklə. Amma sadəcə bizim o içimizdəki qorxu ki var, o bizə imkan vermir. Deyirik qardaş, al benzinli. Benzinli olur iki cür. Mexanika korobka ilə və avtomat korobka ilə ikisini də gətirə bilirik. Yanacaq sərfiyyatı. Mexanika korobkada trasda 5 litr, şəhərdə 7 litr. Avtomat korobkada isə 9 litr və 7 litr. Bizim ofisə müraciət eləyə bilərsiniz. Gəlib avtomobilə baxa da bilərsiniz. Əlimizdə həm yük avtomobili var, həm də bunun elektriklisi var. Amma benzinli ilə elektriklinin heç bir fərqi yoxdur görünüşdən. Hamısı eyni şeydir. Salon, şit və bütün elektronika, o komfort şeyləri sevirsiniz da siz. Onlar hamısı var. Amma bunun bir dənə üstün cəhəti var, yenə deyirəm. Bu uzun müddət istismar oluna bilir və yanacaq sərfiyyatı aşağıdır və eyni zamanda da ilkin qiyməti ucuzdur.